arıqlamaq istəyənlər var. Neynəsinə, necə var? Üslubu tutsunlar. Məsələn, kimə deyirsən arıqlamaq istəyirsən, Azərbaycanda standart arıqlama üsulları var. Qreçka qatıq, keçdi qreçka qatığa. Ən təhlükəlilərdən biridir. Qreçka qatıq. Bəli. Nə üçün? Bağırsaq mikroflorasını tamamilə məhv edir və əzələ kütləsini yuyur. Yəni əzələ kütlənizdən yeyirsiniz. Piydən yox. Yox. Bunu qreçka eləyir yoxsa qatıq eləyir? İkisi eyni anda eləyir birləşəndə. Bilirsiniz, ərzaqların mədədə həzm olma prosesi var. Aha. Zülallar, karbohidratlar və yağlar. Karbohidratlarla zülallar eyni anda həzm ola bilmir. Çürüyür. Buradan da parazitləşmə əmələ gəlir. Yəni siz əgər eyni anda zülal, yəni ət və plov ən sevdiyimiz, düyünün üzərində ət yeyirsinizsə, bu mədəyə düşür. Karbohidrat daha tez həzm olduğu üçün bağırsağa getdiyinə görə əti də özü ilə çəkir. Halbuki ət ən az bir saat, yarım 2 saat ərzində 8 saata qədər həzmə gedir qırmızı ət. Və o həzm prosesi bitmədiyi üçün o ət yarım həzm olmuş vəziyyətdə bağırsağa düşür. Və orada çürümə başlayır. Çürüdükdən sonra işte parazitlər, mikrofloranın pozulmağı, turşuluq, autoimmun xəstəliklər, səbəblər buradan yaranır. Bağırsaq bədənin ikinci beynidir. Bəli. Və bağırsaq işləmədiyi müddətdə siz nə istəyirsiniz eləyin, preşikləriniz olacaq, səpkiləriniz olacaq, polipləriniz olacaq, papilomalarınız olacaq, boyun nahiyəsində xırda ətlər əmələ gələcək. Bağırsaq qışqırır, deyir ki, mən kömək istəyirəm. Amma siz bunu anlamırsınız. Çünki heç araşdırmamısınız axı. Araşdırmamısınız. Adətən nə var? Nə bilim, dolma, plov, aş. Necə dolma yeməyə, necə yeməyə? Yeyə bilərsiniz. Yeməyin demirik. Yeyin. Məsəl üçün, mən 5 ildir yemirəm. Ölmürəm. Yox, əla da hiss edirəm özümü. Arada yeyirəm. İnsanam da, indi olur. Amma mən bunu böyük bir zaman ayırmıram buna. Uzun bir müddət bunu eləmirəm. Təkrar eləmirəm. Çünki eyni şeyi təkrar elədiyinizdə axı bu bağırsaq 12 metr uzunluqdadır və o belə yatır, belə. Yəni bu belə düz də deyil də. Yəni bu qarğa deyil axı biz buradan girsin, o çıxdı, normal. Uçdum, getdim, yaxşıyam. Yox. Bağırsaq belə 12 metrə və sağ-sol qatlanmış vəziyyətdə və ən ağır zülallar qalın bağırsağa gələnə qədər orada toplanır. Qalın bağırsaq da qarnın lap alt hissəsində, qasıq üzərində yerləşir. Və bir çox insanın bağırsağının şişkinliyi, arıqamama bağırsaq, qarnın böyükdür deməyi, hamısı orada yığılan quru və illər ərzində bağırsağın ifraz eləyə bilmədiyi o elə qalıntılardır. Aha, onlar əslində təmizlikləri səhv etmədi. Əslində təmizləyənlər var. Yəni işte 10.000 insandan 2.000-i bunu eləyə bilir. Qalan 8.000 və bu 8.000-in yaratdığı ailə, tərbiyə verdiyi uşaqlar, nəsil, əcəbət. Onda belə başlayıb siz təmizləməsinə tərəfdarsınız. 100%. Əlbəttə ki, sizin su borunuz dolursa, su borusunu dolubdur, tıxanıbdır, kimi çağıracaqsınız? Usta çağıracaq, deyəcək, bunu təmiz, neyniyəcək? Gətirəcək, kislata tökəcək, o borunun içərisini qaşıyacaq, qoxulu zadda hər şey çürüdəcək, axıdacaq kanalizasiya. Bizim bağırsağımız da o vəziyyətdədir. Biz onu prosto görmədiyimiz üçün, mən görmürəm, nə var sağlamdır. İç orqanlarımız, o boru kimidir.